Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. İnsan dünyaya yalnız yemək, yatmaq və rahatlıq axtarmaq üçün deyil, yaradılışının mənasını dərk edib, faydalı və bərəkətli bir ömür yaşamaq üçün göndərilib. Yalnız dünyəvi uğurlarımızı deyil, həmçinin axirətimizi də təhlükə altına alan tənbəllik mövzusunu qonağımız Azərbaycan İlahiyyat İnstitutunun magistr tələbəsi xanım Fatimə Zəhra məscidinin imam müavini Ayaz Həşimovla birgə müzakirə edəcəyik. Verilişimizdə sizi görməkdən çox şad olduq. Allah razı olsun. Mən də ilk öncə hər bir kəsə salamlayıram, bizim izləyicilərimizi və bu verilişə dəvət etdiyinizə görə sizlərə öz təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik Ayaz müəllim. Ayaz müəllim, ilk sualımı vermək istəyirəm. Peyğəmbərimiz Salavatullah dualarının birində Ya Rəbbim, tənbəllikdən sənə sığınıram deyir. İslam dini tənbəlliyə necə baxır? Bu seçilən mövzu həqiqətən bu günümüzdə çox əhəmiyyətli bir mövzudur. Xüsusən də son dövrlərə biz diqqət yetirsək, insanlarda müəyyən bir vasitələrin inkişaf eləməyi sanki insanların həyatında daha çox tənbəlləşmə, pasiv həyata səbəb olub. Təbii ki, dinimiz də bu məsələni insan üçün nöqsan bilir və insana həmin haldan, həmin xüsusiyyətdən qurtulmağa çağırış eləyir. Biz Quran-Kərimə diqqət yetirsək, Allah Taala Tövbə surəsinin 54-cü ayəsində tənbəlliklə bağlı bir ayə buyurur. Allah Taala həmin ayədə buyurur: Bismillahirrahmanirrahim. Və mə məna'ahum an tuqbala minhum nafaqatuhum illa annahum kafaru billahi və bi rasulihi və la ya'tunas-salata illa və hum kasala və la yunfiquna illa və hum karihun. Sadaqallahul aliyyil azim. Ayədə Allah Taala buyurur ki, onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və onun peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə xərcləmələridir. Bu ayə ümumiyyətcə münafiqlərlə bağlı olan bir ayədir. Münafiqlərdən söz açılır bu ayədə və münafiqlərə aid olan bir xüsusiyyət kimi tənbəllik xüsusiyyətini Allah Taala qeyd eləyir. Biz ümumiyyətcə bu ayəyə diqqət yetirsək, təbii ki, bu ayədə özümüzə də götürəcəyimiz bir dərslər var. Biz ayəyə diqqət yetirsək, ayədə onların əməllərinin qəbul olunmamağından danışılır. Təbii ki, tənbəllik xüsusiyyətindən əlavə olaraq münafiqlərin öz etiqadı, öz düşüncəsi ki, Allaha və Peyğəmbərə qarşı düşmənçilikdir. Onların bu düşmənçilikləri ilə səbəb olar ki, onların əməlləri qəbul olunmasın. Namazlarının, verdiyi hər hansısa bir zəkatın, sədəqənin elə də bir əhəmiyyəti, mahiyyəti olmasın. Ancaq Allah Taala buna baxmayaraq yenə də xüsusi şəkildə tənbəllik xüsusiyyətini burada sadalayır. Zaten tənbəllik eləməsələr də onların öz etiqadlarına görə, Allaha, Peyğəmbərə qarşı düşmənçiliklərinə görə zaten onların əməlləri qəbul sayılmır. Ancaq niyə Allah Taala bu ayədə xüsusi olaraq tənbəllikdən söz açır? Tənbəlliyi xüsusi şəkildə vurğulayır. Biz Həzrət Peyğəmbərimizin hədislərinə diqqət yetirsək, bizə verdiyi əmrlər, qoyduğu qadağalara diqqət yetirsək, Həzrət Peyğəmbərimizin əmrlərinin içərisində buna şahid ola bilərik ki, məsələn, bəzi göstərişləri var ki, hətta zahiri görkəmdə belə, məsələn, müşriklərə aid olan bəzi xüsusiyyətləri deyir ki, onlara sahib olmayın. Adi, məsələn, geyimdə olsun, istər hər hansısa bir görünüş tərəfdən hətta Həzrət Peyğəmbərimiz qadağan edir ki, onlara oxşamayın. Təbii ki, bu görünən tərəfdir. Görünməyən tərəf insan üçün daha təhlükəlidir və imana, insanın qəlbinə aid olan bir məsələdir, qəlbinə bağlı olan məsələdir. Ona görə də Allah Teala bu ayədə bizə xüsusi şəkildə bunu diqqət eləyir ki, münafiqlərdə aid olan bu xüsusiyyət sizdə olmasın. İnsan məsələn öz zahirinə necə ki diqqət yetirir, filan cür geyinim, filan cür görsənim ki, Həzrət Peyğəmbərimizin istəyinə uyğun olsun, digər müxaliflərə, məsələn İslamın müxaliflərinə, münafiqlərə, müşriklərə oxşamayım. Eyni zamanda xasiyyət cəhətdən də, insanın daxili aləmi cəhətdən də bu daha əhəmiyyətli, daha önəmli məsələdir ki, insan həmin şəxslərə özünü oxşatmasın və onlara aid olan xüsusiyyətləri özündə daşımasın. Bundan da əlavə bizim bəzən olur
Tənbəlliyə yanaşmamız bəzən düzgün olmur. Biz bəzən hər hansı bir işi etməyəndə o işi etməməyimizi sanki bir xoş bir hal kimi təqdim eləyərək, sanki sevincli bir hal kimi təqdim eləyirik. Bəzən filan işi eləməyə tənbəllik elədim. Bu cür yanaşmamız olur. Təbii ki, bu düzgün yanaşma deyil. Əslində insan özü fərqindədirsə, filan işi görməyə tənbəllik elədim. Əslində bu fərqindəlik özü üçün bir siqnal olmalıdır. Çünki İmam Baqir əleyhissalam bir hədisdə qeyd edir ki, tənbəllik insanın həm dünyasına, həm də axirətinə ziyan eləyər. Bundan da əlavə Həzrət Əli əleyhissalam başqa bir hədisdə buyurur ki, tənbəl insan, işinin dalıyca getməyən insan peşman olar. Bu peşmançılıq təbii ki, həm dünyaya aiddir, həm də ki, axirətə aid olan bir məsələdir. Bundan da əlavə eyni zamanda tənbəllik xüsusiyyəti insanda Allahın göstərişlərindən geridə qalmağa gətirib səbəb olduğuna görə Allahın da xoşu gəlməyən bir xüsusiyyətdir və bununla bağlı İmam Musa Kazım əleyhissalam bir hədis qeyd edir ki, deyir, çox yatmaq və bihudə işlər görmək, tənbəllik eləyən insanlardan Allahın acığı gələr, xoşu gəlməz. Dinimiz ümumilikdə bu cürdən yanaşır ki, insan tənbəl xüsusiyyətindən, tənbəllik xüsusiyyətindən uzaq olsun və bilsin ki, bu münafiqlərə aid olan bir xüsusiyyətdir. Müsəlmana iman gətirənə, həqiqi iman gətirəndə bu xüsusiyyətin olmağı nöqsandır. Ona görə də bacardığı qədər bu xüsusiyyətlərdən özünü ayırmağa çalışmalıdır. Əziz müəllim, İslam bizə sadəcə tənbəl olma demir. Həmçinin də bu haldan çıxış yollarını bizə göstərir. Tənbəllikdən xilas olmaq üçün dinimiz bizə hansı yolları göstərir? Dinimiz bizə təbii ki, yollar göstərir. Elə Quran-ı Kərimə biz diqqət yetirsək ki, Allah Taala bizlərdən bəzi işləri vacib olaraq buyurur yerinə yetirməyi. Bəzi məsələlər ki var, hökm cəhətdən müstəhəbdir, ancaq onları etməyin xeyri var, faydası var. Təbii ki, onları yerinə yetirmək və bu işlərdə səy göstərmək insana tənbəllikdən uzaqlaşdıra biləcək faktorlardan biridir. İlk öncə ümumiyyətcə biz nəyi qeyd eləməyə çalışmalıyıq? Tənbəllik xüsusiyyətindən uzaq olmaq üçün ilk öncə o xüsusiyyətin əksinə çıxmağı bacarmalıyıq. Məsələn, deyək, insan ola bilər ki, düşünsün ki, mən filan vaxtı bir kitab oxuyacağam. Məsələn, həmin vaxt gələndə ancaq kitab oxumağa həvəsi olmur. Tənbəllik eləyir, belə deyək, tənbəllik eləyir. Bu yoldan çıxış yolu bir dənə budur ki, məqsəd qoyasan ki, mən filan vaxtı həmin kitabı oxuyacağam. Və bunu necə eləmək lazımdır? Günü gündən də artırmaq lazımdır. Məsələn, bu günləri mən düşünmüşəm ki, yarım saat kitab oxuyacağam, o tənbəlliyin, misal var deyirik, daşını atırıq. Tənbəlliyin daşını atıb yarım saat kitab oxudum, sabahları bunu bir 10 dəqiqə, 15 dəqiqədə üstünə əlavə edəcəm. Məsələn, 40 dəqiqə, 45 dəqiqə kitab oxuyacağam. Belə bu minvalla bacardığım qədər öz istəyimin əksinə çıxaraq həmin xüsusiyyətdən qurtulmağa çalışacağam. Bundan da əlavə bizim əxlaq alimlərindən birinin tövsiyələri var. 6 dənə tövsiyə eləyir tənbəllik xüsusiyyətindən qurtulmaq üçün. Birinci qeyd edir ki, Allahla ixlaslı olmaq. Görəcəyin işlərdə Allahla ixlaslı olmasın, səmimi şəkildə. Hər hansı bir əməl edirsənsə, onun rızası üçün. Təbii ki, onun razılığını qazanmaq üçün yerinə yetirməlisən. Təbii ki, tənbəl insanlar ki, Allaha aid olan, Allahın əmr etdiyi işlərdən kənar qaldıqlarına görə Allahla səmimiyyət, Allahla bir bağ da qurmağa təbii ki, çətinlik çəkərlər. Ona görə də Allahla ixlaslı olmaq, səmimi olmaq, insanda hər hansı bir xeyir işləri görməkdə şövq yaratdığına görə həmin alim İlk öncə Allahla ixlaslı, səmimi olmağı tövsiyə eləyir. Digər buyurur ki, davamlı şəkildə dua eləmək. Allaha dua eləyib öz istəyi Allahdan istəyəsən. Təbii ki, dua eləyəndə biz nəyinsə bir duasını ediriksə, o işin olması üçün biz əlimizdən gələn nə varsa onu da etməyə çalışmalıyıq. Heç bir iş görmədən mən dua eləyim və gözləyim ki, bu dua qəbul olacaq, filan hadisə baş verəcək, bu təbii ki, mümkünsüzdür. Məsələn, bir nümunə çəkək, bir tələbə, bir abituriyent məsələn, imtahana hazırlaşır, dua eləyir ki, mən bu imtahandan keçim, universitetə qəbul olum, ancaq heç bir dərs oxumaq istəmir. Təbii ki, bu duanın heç bir faydası olmaz. Əməli olmalıdır. Bəli, dua etmək insanda hər hansı bir istəyin, arzunun göstəricisi olduğuna görə və insan da o arzuya çatmaq üçün müəyyən bir işlər görməlidir. Bu işləri də görmək üçün insan məcburdur ki, tənbəlliyin daşını atsın, tənbəllikdən əl çəksin ki, həmin istəyinə doğru addım ata bilsin.
Üçüncü məsələni həmin alim qeyd eləyir, itaətləri yerinə yetirməkdə və günahları tərk etməkdə nəfsinlə mübarizə aparmaq. Əvvəldə ki qeyd elədik, insan öz istəklərinə qarşı əksinə çıxmağa bacarmalıdır, çalışmalıdır ki, nəfsim mənə nəyisə əmr edirsə, onun ziddinə çıxım, onu eləməyim. Bu cürlə insan özünü tərbiyələşdirərək tənbəllikdən qurtula bilər. Digər məsələ Quran oxumağı qeyd eləyir və Allahı çoxlu zikr eləməyi qeyd eləyir həmin alim. Təbii ki, Quran oxumağın əhəmiyyəti çoxdur. Çünki Quran-ı Kərimdə Allah Teala müxtəlif məsələlərdən söz açaraq, müxtəlif hadisələrdən söz açaraq bizlərə örnəklər və misallar göstərir ki, hansı ki, həmin örnəklər bizim həyatımıza çox müsbət yöndən təsir eləyə bilər. İnsan da bunları oxuduqca və bacardığı qədər həyatına tətbiq elədikcə, təbiidir ki, tənbəllikdən qurtula bilər. Eyni zamanda zikr də əhəmiyyətlidir. Nə baxımdan? Zikr ki, Quran-ı Kərimdə Allah Teala buyurur, qəlblərin aramlığı ancaq zikr eləməklə ola bilər. Zikr insanın qəlbinə həm aramlıq gətirir, həm də insanın imanını artırmağa vasitə ola bilən ibadətlərdən biridir. İnsanın təbii ki, imanı artdıqca əməl etməyə də şövqü arta bilər. Ona görə şövqü artdığına görə də zikr vasitəsilə də, Quran vasitəsilə də insan tənbəlliyinin daşını ata bilər. Bəli. Digər 5-ci məsələni qeyd eləyir həmin alim, salih insanlarla və elm əhli ilə, alimlərlə, alimlərin təşkil etdiyi məclislərdə iştirak eləməklə, həmin məclislərdə oturub bilgisini artırmaqla, müəyyən həyat təcrübəsi qazanmaqla insan tənbəlliyin qeyd edir, daşını ata bilər və sonuncusu qeyd edir ki, salih insanların, keçmişdə yaşayan salih insanların həyatını oxuyaraq, onların həyatından özünə bir örnək, nümunələr götürərək və həyatını təbii ki, tətbiq eləməyə çalışaraq bu xüsusiyyətlərdən qurtula bilər. Əziz müəllim, bəs psixoloji səbəbləri nələrdir? Psixoloji yöndən baxarıqsa. Tənbəlliklə bağlı psixoloqların kifayət qədər görüşləri var və tənbəlliyə səbəb olacaq bir çox psixoloji amillər var ki, onları da psixoloqlar diqqətimizə çatdırır. İlk öncə bunu qeyd eləyək ki, tənbəllik davranış və vərdiş olaraq qəbul olunur psixoloqlar tərəfindən və bir neçə səbəb qeyd olunur ki, bunlardan biri motivasiyanın çatışmamazlığıdır. İnsanda daxili motivasiya az olarsa, hər hansısa bir işlə bağlı o işi görməyə elə də bir şövq olmayacaq. Şövq olmayan işdə də hər işə o cürlə yanaşsa, təbii ki, insanda zamanla artıq tənbəllik xüsusiyyəti yaransın. Biz ümumiyyətcə hər hansısa bir iş görəndə görəcəyimiz işin bir səbəbi olur. Həmin səbəbə çatmaq üçün biz müəyyən bir işlər görməyə çalışırıq. Motiv də budur. Həmin motiv olmayanda təbiidir ki, insan bir işi niyyət eləsə ki, mən bu işi eləyəcəm, ancaq eləmir, motiv olmadığına görə, motivasiyası olmadığına görə və əhəmiyyətlidir ki, insan ümumiyyətcə iş görəndə özünə bir sual versin ki, bu işi mən niyə görə eləyirəm? Bir səbəb olaraq özü üçün təyin eləsin ki, bu iş məni hara aparacaq, hara çatdıracaq. Bəzən olur insan bu məqsədi, bu səbəbi bilmədən bir yola çıxanda ya yolun axırına gedib çıxmır, ya da ki bir yol təyin eləyə bilmədiyinə görə elə əvvəldən həmin işi yerinə yetirmir. Bu da dolayısıyla insanın tənbəl olmağına gətirib çıxarda bilər. Digər məsələ insanda özünə inamın azlığıdır. İnsan özünə inanmayanda, insan özünə güvənməyəndə bəzən iş görməyə də həvəsi olmur. Çünki düşünür ki, elə əvvəlcədən düşünür ki, bu iş zaten baş verməyəcək, həyata keçməyəcək, alınmayacaq. Ona görə də deyir, mən bu işi yerinə yetirməyim. Əsas o işin üzərinə getməkdir. Bəli. Məqsəd o işin üzərinə getmək olmalıdır. Bəli. Yəni o iş üçün bir özündə bir həm inamın olmalıdır ki, mən bu işi yerinə yetirə bilərəm. Necə ki, insan gərək həyatda baş verilən hadisələrdən də örnək götürsün. Məsələn, insan bir işi görəndə bir fikirləşsin ki, bu işi indiyənə qədər nə qədər insan görüb və nə qədər insan məqsədə çatıb. Biz bəzən olur ki, məqsədə çatmayan insanlardan özümüzə örnək götürürük. Bu əslində düzgün yanaşma deyil. Məqsədə çatan kifayət qədər insanlar var ki, gərək həmin insanlara baxıb biz örnək götürək və özümüzdə də bir inam, bir güvən hiss eləyək ki, mən bu işi yerinə yetirə bilərəm. Digər psixoloji durum
prokrastinasiya meyli deyilən bir anlayış var. Bu da nədir? Bu işi sonra görərəm anlayışıdır. Bizim demək olar çoxumuzda Həyatımıza tətbiq elədiyimiz bir anlayışdır. Çox anlayışdır ki, biz bir çox hallarda işi təxirə salırıq. Təbii ki, biz bir çox tarixi hadisələrə, İslam tarixi ilə bağlı örnəklərdən misal çəkə bilərik ki, insanlar olub ki, müəyyən bir işlərini geri salmaqla, təxirə salmaqla nə qədər böyük xeyirdən və fəzilətdən uzaq qalmış olublar. Biz bunu tarixdən görmüş ola bilirik. Digər psixoloji durum perfeksionizm adlı bir məsələdir. Bu da insanlarda nədir? Ya mükəmməl olmaq, ya da heç olmamaq düşüncəsidir. Orta yol yoxdur. Orta yol yoxdur. Məsələn, mən bir işi görürəmsə, ya bu ən üstün səviyyədə olmalıdır, ya da heç olmayacaq. Təbii ki, bütün işləri əvvəlcədən başlayanda mümkün deyil ki, üst səviyyəyə qaldırsın insan. Müəyyən bir mərhələ keçməlidir. Təbii ki, təcrübə qazanmalıdır və təcrübə qazandıqdan sonra insan hər hansı bir səviyyəyə çata bilər. Və bəzən olur ki, insanlar o mərhələyə çatmağa ya səbirləri olmur, ya dözümləri olmur, elə əvvəlcədən o işi görməməyə çalışırlar və bu da son nəticə olaraq insanın tənbəlləşməyinə gətirib çıxarda bilər. Buna iradə zəifliyi kimi baxa bilərikmi? Təbii ki, həmçinin iradə zəifliyidir bu. İnsanın iradə zəifliyidir ki, məsələn, insan qabağına bir məqsəd qoyur, bayaq da qeyd elədiyimiz kimi, yaxşı tərəflərdən örnək götürmədən başqa tərəfdən örnək götürür və həmin işi tərk edir. Bu da dolayısıyla qeyd elədiyimiz kimi tənbəllik xüsusiyyətini insanda gətirir. Bundan əlavə psixoloqlar qeyd edir ki, stressdir, depressiya hallarıdır. Bu kimi hallar da insanda tənbəlliyi yarada bilər. Bir Türkiyəli klinik psixoloqlardan birinin bir yazısına baxdım bununla bağlı. O qeyd edir ki, depressiya, diqqət əksikliyi, motivasiya pozuntuları nəticəsində tənbəllik insanda görülə bilər. Və ayrıca qeyd edir ki, əgər bu hal davamlı, uzun zaman davam eləyərsə, bu artıq insanda bir xəstəlik, daxili tibbi xəstəlik olduğuna da dəlalət ola bilər. Ona görə də aidiyyəti üzrə bu işə mütəxəssis olan insanlara hətta müraciət eləməyi tövsiyə edir. Ayaz müəllim, Qurani Kərim bildiyimiz kimi boş yerə vaxt keçirənlərin aqibətinin acı olduğunu deyir. Tənbəlliyin insan həyatında doğurduğu mənfi nəticələr nələrdir? Tənbəlliyin insan həyatında doğurduğu mənfi nəticələr kifayət qədər çoxdur. Hətta belə deyək ki, həyatda nə ki mənfi hallar var, hər birini dolayısıyla tənbəlliyə gətirib çıxartmaq olar. Biz bu halları belə deyək də sayıb qurtara bilməliyik, ancaq bir neçəsini əsas olanları zəhmət olmasa biz qeyd edə bilərik. Ümumiyyətcə tənbəl insan belədir ki, öz rahatçılığını pozmaq istəmir. Tənbəl insan adətən ona görə tənbəl olur ki, mən filan işi görsəm rahatçılığım gedəcək. İstəmir o rahatçılıq pozulsun, ancaq insanın ümumiyyətcə həyatda rahatçılıq axtarmağı düşüncəsi bir qədər düzgün deyilinə baxımından Qurani Kərimdə biz Allah Taala'nın bir ayəsinə diqqət yetirsək, Bələd surəsində buyurur ki, biz insanı sıxıntılar içərisində yaratdıq. İnsan mümkün deyil ki, həyatı boyu ancaq rahatçılıqlardan ibarət həyat sürsün, ömür sürsün. Bu mümkün deyil. Təbii ki, müəyyən bir zaman çərçivəsində rahatçılıq da olacaq, müəyyən bir zaman çərçivəsində narahatçılıq, sıxıntılar da olacaq. Təbii ki, bunların üzərindən atlamaq lazımdır. Hər bir insan bacarmalıdır ki, bunun üzərindən atlasın. Ancaq tənbəl insanlar ancaq rahatçılıq axtardığına görə bir qədər həmin sıxıntılar onlarda çətinlik yarada bilər. Və Qurani-Kərimin biz ayəsinə diqqət yetirsək, bir ayəsində Allah Taala Nəzm surəsinin 39-cu ayəsində buyurur: Bismillahirrahmanirrahim və ən leysə lil insani illə mə sə'a. Allah Taala bu ayədə buyurur ki, insana ancaq öz zəhməti, öz səyi qalacaq. İnsan bu həm dünyaya aid olan bir düsturdur, həm də axirətə aid olan bir düsturdur ki, insan nə əziyyət çəkirsə, ona görə də bəhrə götürür. Bu həm dünyasında da bu cür nədir, axirətində də bu cür nədir. Bundan əlavə biz diqqət yetirsək, tənbəl insanlarda eyni zamanda iman azlığı
yaranır. Çünki tənbəllik Allahın əmrlərinin yerinə yetirməyinə mane olan bir duyğu olduğuna görə, xüsusiyyət olduğuna görə insan Allahın əmrlərində bir süstlük göstərir, Allahın əmrlərindən boyun qaçırmaq göstərir. Çünki istəmir həmin o bayaq dediyimiz kimi rahatçılığından olsun. Ona görə də imanın zəifləməyinə gətirib çıxarda bilər. Digər amil insanı hörmətdən salmağına hətta gətirib çıxarda bilər. İnsanın insanlar içərisində hörmətli olmağı əsasən ona bağlıdır ki, bir insan digərlərinin yanında onlara həm faydalıdır, həm halından xəbərdardır, həm onlarla qaynayıb qarışır və insanlar da bunu görür. Ondan sonra bir insan daha çox hörmət sahibi olur, hörmətə minir. Ancaq tənbəl insanlar özlərini bu xüsusiyyətlərdən kənar qoyduqlarına görə, cəmiyyətlə qarışmadıqlarına görə, onların heç bir işlərinə faydalı və xeyirli olmadıqlarına görə həmin insanların da hörmətinin aşağı olmağı təbiidir. Digər bir məsələ isə ən əsası nəfsi istəklərə daha çox meylli olmağa səbəb ola bilər tənbəllik xüsusiyyəti. Çünki nəfsi istəklərdə bəzən olur ki, insana şeytan həmin istəkləri bir qədər şirin göstərə bilir, bir qədər gözəlləşdirərək, bəzəyərək göstərə bilir və əziyyətsiz əldə edə biləcəyini təqdim edir. Ona görə də tənbəl insanlar rahat şəkildə həmin istəklərə doğru irəliləyə bilir, nəinki Allahın əmrlərinə doğru. Çünki qeyd elədiyimiz kimi şeytan pis işləri gözəl şəkildə göstərməyi bacarırsa, eyni zamanda yaxşı işlərdə Allahın əmrlərinə aid olan savablı, xeyirli işləri də bir qədər fərqli şəkildə ağırlaşdıraraq, çətinləşdirərək göstərməyə çalışır və belə olan halda da tənbəl insan təbii ki, o əməlləri yerinə yetirmədən boyun qaçırsın. Hər günümüz digərindən fərqlənməlidir. Bəli. Yəni əsl müsəlmanıqsa, Allahın dediyi kimi yaşayırıqsa, bu günümüz dünəndən fərqlənməlidir. Peyğəmbərimiz sallallahu ən xeyriniz insanlara faydalı olanınızdır buyurur. Bir müsəlman həyatda aktiv və məqsədli olmaq üçün nə etməlidir? Bu da əhəmiyyətli bir məsələdir. Təbii ki, ümumiyyətcə insan həyatda aktiv olmaq üçün, məqsədli olmaq üçün müəyyən bir özü üçün plan cızmalıdır. Ən əsas məsələ budur ki, mən bir iş görəcəm, bu işə getmək üçün nələr eləməliyəm, nələrə diqqət yetirməliyəm. Aktiv həyat budur ki, insan məsələn gün ərzində özü üçün həm işinə bir vaxt ayırsan, gün ərzinin müəyyən bir zamanını kitab oxumağa bir vaxt ayırsan, ibadətinə həmçinin təbii ki, ən əsas məsələ ibadət vaxtıdır və hədislərdə də biz diqqət yetirsək, hətta insanın gündəlik olaraq əyləncəyi üçün də, öz əyləncəsi üçün təbii ki, halal olan, dinimizin qadağan etmədiyi formada əyləncələri üçün də gün ərzində özünə vaxt ayırmağı tövsiyə olunur. Bu məsələlər təbii ki, ardıcıl, davamlı şəkildə yerinə yetirilərsə insanın həyatını gözəlləşdirir və insan məqsədli yaşamağa doğru irəliləyir və belə olan məqsədli həyat olanda insanın həyatı aktiv və daha da gözəl olur. Təbii ki, insan həmçinin özünü təkcə düşünərək yaşamamalıdır. Eyni zamanda cəmiyyət üçün də, cəmaət üçün də faydalı olacaq işləri yerinə yetirməyə bacardığı qədər cəhd eləməlidir, səy göstərməlidir. Ayaz müəllim, çox sağ olun. Gəldiyiniz üçün, suallara ətraflı, geniş şəkildə cavab verdiyiniz üçün İslam Deyişi kollektivi adından bir daha sizə öz təşəkkürümüzü bildiririk. Sağ olun cümləmizdən. Tənbəlliklə keçən bir ömrün sonu kaşlarla dolu bir peşmanlıq ola bilər. Amma bugün, bu an bir müsəlman üçün oyanışa, dirçəlişə və doğru yola qayıdışa açılan ən dəyərli fürsətdir. Allaha əmanət olun.